Hər vaxtın xeyir olsun Rəqsanə. Bu günəşli gündə salamlayırıq səni. Elə fondan da aydın olur ki, tamamilə yaz havasında bir gündür. Amma şaxtanın olub-olmadığını sən daha yaxşı hiss edirsən. Bu səbəbdən də tamaşaçılarımıza istəyərdim ki, hava haqqında məlumatı təqdim eləyəsən. Sabahınız xeyir olsun Çinarə. Sizi ve ekran qarşısındakı tamaşaçılarımızı salamlayıram. Bəli, hazırda ölkə ərazisində, paytaxt ərazisində günəşli bir hava hökm sürür. Yaz abu-havası hiss olunur və elə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən də daha dəqiq informasiyaları əldə etmişik. Onları da diqqətinizə çatdıracağıq. Bugün ərzində ölkə ərazisində havanın arabir buludlu olacağı, tutulacağı, amma ümumilikdə yağmursuz keçəcəyi gözlənir. Ölkə ərazisində ümumilikdə şimal-şərq küləyi əsəcək gündüz saatlarında, axşama doğru cənub-şərq küləyi ilə əvəz olunacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu olacaq. Nisbi rütubət isə 55-65% olacaq. Və elə hazırda ölkə ərazisində, paytaxt ərazisində günəşli hava şəraiti hökm sürür və zəif duman var. Bu duman axşam saatlarına doğru da qalacaq bu formada. Və bununla bağlı görünüş məsafəsinin məhdudlaşdırılmayacağı ilə bağlı detallı informasiyanı isə gün ərzində Hidrometeorologiya Xidməti təqdim edəcək və ölkə ərazisində dediyim kimi günəşli hava şəraiti hökm sürür və belə hava şəraiti nə vaxta qədər davam edəcək? Bununla bağlı da informasiyalar var bizdə. Oktyabrın 4-ü, 5-i və 6-sı ölkə ərazisində məhz bu cür yaz abu-havalı hava olacaq və rayonlara gəldikdə isə rayonlarda havanın temperaturu da gündüz saatlarında 19-24 dərəcə isti olacaq. Eyni ilə paytaxt ərazisində də 19-24 dərəcə istinin olacağı gözlənir. Axşama doğru ola bilsin ki, bəzi dağlıq ucqar ərazilərdə çiskinli, yağışlı hava olma ehtimalı da var və cənub-şərq küləyi dediyimiz kimi əsəcək gün ərzində və bu da bəzi saatlarda ola bilsin ki, sürətlənsin və bəzi informasiyalarda əldə etdik ki, bu cür hava, yəni tibbi meteoroloji proqnozları da əldə etmişik. Bu cür hava şəraiti insanlara səhhət üçün heç bir problem yaratmayacaq. İstirahət gündə bol-bol gəzib əylənə bilərlər. Və bu cür hava şəraiti dediyimiz kimi 6-sına qədər davam edəcək və oktyabr ayı üçün adətən soyuq havanın olacağını gözləyir insanlar və isti hava şəraiti olanda biraz qəribə gəlir, amma elə Milli Hidrometeorologiya Xidmətindən əldə etdiyimiz informasiyaya da əsasən bu cür hava şəraiti ilə oktyabr ayı boyunca davam edəcək və məhz fəsil dəyişkənliyi ilə əlaqədar olaraq günəşli, gah da ki yağışlı, soyuq havanın olması bu ay üçün spesifikdir, normaldır. Fəsil dəyişkənliyi ilə əlaqədar belə bir hava şəraiti hökm sürür və 6-sına qədər davam edəcək. Yağmursuz olacaq, 19-24 dərəcədə isti olacağı gözlənilir. Hava ilə bağlı ölkə ərazisində müşahidə olunan hava proqnozu ilə bağlı çatdıra biləcəyimiz informasiyalar bu qədərdir. Söz yenə sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə. Hava haqqında o qədər gözəl danışdın ki, az qaldı biz də elə komanda olaraq gedək, baxaq, hava haqqında özümüz gözümüzlə görək.